Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına və ölkədə elan olunmuş şəhərsalma və memarlıq ili çərçivəsində 21 iyul 2026-cı il tarixində 22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanda milli mətbuat və jurnalistikanın hamisi kimi mövzusunda tədbir keçib. Tədbirdə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri, tanınmış ziyalılar, media nümayəndələr, jurnalistlər və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan milli mətbuatın keçdiyi şərəfli inkişaf yolundan, ümummilli lideri Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin bu sahədə apardığı mütərəqqi islahatlardan danışıb. Ki, milli mətbuat cəmiyyətinin maariflənməsində, dövlətçilik dəyərlərinin təbliğində, milli həmrəyliyin möhkəmləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Tədbirdə Yeni Azərbaycan Partiyası mərkəzi aparatının informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Gələndərli yapım media ilə münasibətlərindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarından, Prezident İlham Əliyevin inamla və uğurla həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətindən söz açıb, yapım fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan, cəmiyyətin maarifləndirilməsi, ictimai rəyin formalaşdırılması və milli maraqların müdafiəsi sahəsində əvəzsiz xidmətlər göstərən jurnalistləri Peşə Bayramı münasibətilə təbrikini çatdırıb. Daha sonra tanınmış jurnalist və yazıcı məşhur 91-lərin nümayəndəsi Xeyrəddin Qoca, Olaylar İnformasiya Agentliyinin rəhbəri Yunis Oğuz, əməkdar jurnalist, professor Etibar Babayev və Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli çıxış edərək Azərbaycan milli mətbuatın keçdiyi inkişaf yolundan, müasir media mühitinin çağırışlarından və jurnalistikanın cəmiyyət həyatındakı əhəmiyyətindən bəhs ediblər. Tusi Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Yəhyə Babanlı Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycanda azad və peşəkar medianın formalaşması, milli mətbuatın inkişafı və jurnalistlərin fəaliyyətinin dövlət səviyyəsində dəstəklənməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, ümummilli lider tərəfindən əsası qoyulan media siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə müasir informasiya mühitinin formalaşmasına mühüm töhfə verir. Tədbirin davamında 22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə yapım fəaliyyətinə informasiya dəstəyi və ölkənin ictimai-siyasi həyatına yaxından iştirakına görə bir qrup jurnalist və media nümayəndəsinə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və tədbirin təşkilatçıları tərəfindən fəxri fərmanlar təqdim olunub.